Bu dəfə biz birlikdə Bakı Reabilitasiya Mərkəzində İnklüziv Novruz şənliyi. Mərkəzdə reabilitasiya kursu keçən əlilliyi olan şəxslərin 1-ci və 2-ci Qarabağ müharibəsində iştirak etmiş veteranların bayram təbrikləri, musiqili və əyləncəli çıxışlar. Bütün bunlar birazdan biz birlikdə Amidin təqdimatında. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində İnklüziv Novruz şənliyi adlı tədbir keçirilib. Tədbirdə mərkəzdə reabilitasiya kursu keçən əlilliyi olan şəxslər, eyni zamanda 1-ci və 2-ci Qarabağ müharibəsində iştirak etmiş veteranlar, musiqili qonaqlar, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları iştirak ediblər. Burada əlilliyi olan, əlilliyi olmayan dostlarımız hər kəs iştirak edir və çox gözəl bir maraqlı çıxışlar olacaq, ifalar olacaq. Və mən də istəyərdim öz növbəmdə bugün bayram təbrikimi sizə çatdırım. Bugün bizim üçün özəl bir gündür, Novruz bayramını qeyd edirik. Novruz bayramı sevgi, dostluq və birlik kəlməsinin yüksəldiyi bir gündür. Bugün ailələrimiz, dostlarımız bir araya gəlirlər, xeyir, dualar edirlər. Bu günü birlikdə mənəvi zənginliklərə sahib olmaq və yaşamaq üçün istifadə edək hər zaman. Sizlərə bu gözəl və özəl günlərin təbriklərini çatdırmaq istəyirəm və dostluğumuzun, sevgimizin və birliyimizin həmişə davam etməsini arzulayıram. Novruz bayramınız mübarək olsun. Yollarımız nur olsun. Yollarımız nur olsun. İşiniz uğur olsun. İşiniz uğur olsun. Komutanı Novruz gelir. Komutanı Novruz gelir. Ölçeri Novruz gelir. Ölçeri Novruz gelir. Novruz Novruz bahari ay bahari. Güller güller gülbari ay gülbari. Bahçemizde gül olsun. Gül olsun bülbül olsun. Bal olmasın yal olsun. Evdekiler sağ olsun. Nəğmə dolu bir ürəyəm, torpağına baş əyərəm ey vətən. Meşələrin çətirlidir, gül çiçəyin ətirlidir ey vətən. Ey vətən, dağlarına düşən şehlər, çöllerine esen mehtap, doya bilmirəm, doya bilmirəm ey vətən. Bir anamdan bir de senden bu dünyada doya bilmirəm, doya bilmirəm. Əziz dostlar, bir daha hər birinizin bayramını təbrik edirik. Gözəl ifalardır, gözəl çıxışlardır həqiqətən. Burada ən önəmlisi nədir? İnklüziv, bərabər bir ortamdayıq. Yəni, əlilliyi olan şəxslər, olmayan şəxslər. Burada qazilərimiz də var. Hər birini salamlayıram. ARB televiziyasında yayımlanan Biz Birik verilişi hər şənbə günü yayımlanır 8:15-də. Hansı ki, aparıcısı mən Amid Həsənquliyev. Orada əlilliyi olan dostlarımızın uğur hekayələri olur və burada da siz də görürsünüz, şahid olursunuz ki, əlilliyi olan dostlarımız var, necə ifaları var, gözəl ifaları var və əlbəttə ki, bu inklüzivlik, bu bərabərlik, sizlərin də bizim yanımızda olmağınız, bizlərin sizin yanınızda olmağımız düşünürəm ki, elə əsl bayram əhval-ruhiyyəsi yaradır. Hər birinizə bir daha təşəkkür edirəm və gözəl ifanızı dinləmək istəyirəm.
Əziz qonaqlar, əziz dostlar, təşəkkür edirəm bir daha. Bir daha bayramınız mübarək olsun. Bir daha görürsünüz ki, burada necə gözəl ifalar var. Burada əlilliyi olan dostlarımız, əlilliyi olmayan dostlarımız, hər kəsin ifası inklüziv, bərabər şəkildə bayram təbriklərini sizlərə çatdırırıq. Dikilibdir gözlerine gözlerim, sanki bakır aya güle gözlerim. Vurulubdur gözlerine gözlerim, vurulubdur gözlerine gözlerim. Ah, məhəbbətini sözünü gözləyər, elə baxma gözlərinə gözləyər. Məhəbbətini sözünü gözləyər, elə baxma gözlərinə gözləyər. Elə baxma, 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 elə baxma gözlərinə gözləyər. Məhəbbətinin sözünü gözləyər. Elə baxma gözlərinə, gözlərinə gözləyər, gözləyər. Bakı Reabilitasiya Mərkəzinin bütün kollektivini, rəhbərliyi başda olmaqla bütün kollektivini Novruz bayramı münasibətilə təbrik eləyirəm. Hər birisinə can sağlığı arzulayıram. İşlərində uğurlar arzulayıram. Çünki hər zaman onlar bizim qazilərimizin, əlillərin daima belə deyim, qayğısına qalırlar. Onlara köməkliləri çoxdur. Ona görə də bir vətəndaş kimi də minnətdaram onlara və mən hər zaman tədbirlərində iştirak eləyirəm. Bayram tədbirlərində bütün xalqımızın da Novruz bayramını təbrik eləyirəm. Allah hər bir kəsin ev eşiyini bol ruzulu, bərəkətli eləsin. Hər bir kəsə can sağlığı arzulayıram. İnşallah bu gözəl bahar fəsli hər birimizin ömrünə gözəllik gətirsin, xoş ovqat gətirsin. Bayramınız mübarək. Senden sonra sevmedim, bitirmişim yolumu. Dediler kayıt mısın, gören doğru mu? Senden sonra sevmedim, bitirmişim yolumu. Dediler kayıt mısın, gören doğru mu? Düşürsen tez tez ya da demirem dosta ya da olmaz seni sevdiğim seven dünyada. Düşürsen tez tez ya da demirem dosta ya da olmaz seni sevdiğim seven dünyada. Əziz izləyicilər, əziz dostlar, bir daha bayramınız mübarək olsun. Bir daha sizə bol-bol ruzi bərəkət, gözəl günlər, gözəl həyat arzu edirik. Necə belə gözəl bayramlar. Və əlbəttə ki, burada qazilərimiz də iştirak edirlər. Və çox istəyərdim ki, bir Yaşa Azərbaycan musiqisi sədaları altında gözəl bir rəqslər
Münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Allah millətimizi qorusun, dövlətimizi qorusun, ordumuzu qorusun və bir daha Azərbaycan xalqına müharibə yaşatmasın. Allah şəhidlərimizə rəhmət eləsin. Bütün xalqımızı bu gözəl bu gün münasibətilə, bu bayram münasibətilə təbrik edirəm. Başda şəhid anaları, qazi ailələri olmaqla hamının bayramını təbrik edirəm. Allah millətimizə xoş gün, gözəl günlər nəsib eləsin. Sülh, əmin-amanlıq arzu edirəm millətimizə. Daim can sağlığı arzu edirəm. Allah xalqımızı qorusun, var olsun millətimiz. Belə gözəl günlər nəsib olsun həmişə xalqımıza. Bütün millətimizi yenə bir daha təbrik edirəm. Allah hamısına can sağlığı versin. Geçen bu sevdalara herkes bilecek sirrimi. Herkes bilecek sirrimi. Hele bir sımsıvet, hele bir oku bülbül. Yüreğim yaralanır, bilmeyin çabuklardır. Hele bir sımsıvet, hele bir oku bülbül. Yüreğim yaralanır, bilirsen oku bülbül. Duysun ağlayan divaneye. Bəhlul Tufan qazimizdir və çox gözəl ifaları var. Bayram təbriklərini dinləmək istəyərdik Bəhlul bəy ilk öncə. Çox sağ olun. Salamlayıram hər birinizi, xoş gördük. Mən də sizləri bütün Azərbaycan xalqının Novruz bayramının gəlişi münasibəti ilə təbrik edirəm. Bayramınız mübarək olsun. Bütün xalqımızı, ordumuzu, yurdumuzu Allah qorusun. İnşallah ki, pis günlərimiz geridə qalsın. Bundan sonraki ömrümüz bahar fonsası kimi rəngarəng olsun Allah'ın izniyle. Allah korusun. Sen çiçeksen terteze, benzemirsen bir kese. Ömür günüm gaza, gül gibi yüreğim gülsün. Sen çiçeksen terteze, benzemirsen bir kese. Ömür günüm gaza, gül gibi yüreğim gülsün, yüreğim gülsün. Bütün xalqımızı təbrik edirəm. Bütün əhalimizi, bütün hamını, əlillərimizi, hər birinə can sağlığı arzu edirəm. Yəni bugün bu müəssisədə həmin o igidlərə qulluq eləməkdən fəxr duyuram. Əmin-amanlıq, dostluq, sevinç, heç kimin üzündən gülüş əski olmasın. Təbriklər, təbriklər, təbriklər. Öncədən sizi salamlayıram, xoş gəlmisiniz deyirəm. Bahar bayramı münasibətilə hər birinizi təbrik edirəm. Bildirmək istəyirəm ki, 400 nəfərə kimi qazilər bizim reabilitasiya mərkəzimizdə müalicə alıblar. Tibbi reabilitasiya müalicəsi ilə bərabər sosial reabilitasiyanın da önəmi çox böyükdür. Belə ki, mədəni kütləvi tədbirlərin öz önəmi vardır. 50 olan şəxslərin həyata inteqrasiyası üçün çox önəmli rol oynayır. Eyni zamanda psixoloji reabilitasiya kimi də onların əhval-ruhiyyələrini yenidən əvvəlki həyatlarına dönməklərinə çox böyük köməklik göstərir. Bizim müqəddəs bayramlarımızdan olan Novruz bayramı münasibətilə mən Azərbaycan xalqını öz müəssisəmiz adından təbrik edirəm. Qoy bu Novruz bayramı hər bir ev üçün ruzu bərəkət gətirsin. Firavan həyat sürək, xoşbəxt ailələr qurulsun və bizim də bu müəssisədə borcumuz əlillərə xidmət etməkdir. Və biz layiqincə yəqin ki, bunun öhdəsindən gələ bilirik. Mən də öz adımdan başda birinci Azərbaycan xalqımızı təbrik edirəm. Başda cənab prezidentimizi, xanımını və eləcə də Azərbaycanda yaşayan, kənarda yaşayan bütün Azərbaycanlıları təbrik edirəm. Allah bu bərəkətli eləsin, ruzumuzu bol eləsin. Həm inşallah müharibələrdən uzaq olaq. Və bu təşkilata görə də başda Şahin müəllim, Sevda xanım, Xəyalə xanım və eləcə də bütün işçiləri və sizlərə təşəkkür edirəm. Gözəl müğənnilərimizə təşəkkür edirəm ki, siz bizim əlillərin, qazilərimizin könlünü həmişə şad edirsiniz. Var olasınız, bir daha təbrik edirəm sizləri. Bütün kollektivimizi,
bütün pasientlərimizi bu Novruz bayramı münasibəti ilə təbrik eləyirəm. Hamımızın ili Novruz bayramı uğurlu gəlsin, əmin-amanlıq olsun, dünyamız sakit olsun. Bakı Reabilitasiya Mərkəzinin kollektivinə də öz dərin təşəkkürümüzü bildiririk. Şahin müəllim olmaqla, Sevda xanım olmaqla, bütün kollektivi, Leyla xanım olmaqla hamıya təşəkkür eləyirəm. Bayramımız mübarək. Bütün xalqımızı, Azərbaycan xalqını, hər kəsi bayram münasibəti ilə Bakı Reabilitasiya adından təbrik eləyirəm. Neçə gözəl illərə, inşallah sülh, əmin-amanlıq və ən azından başımız dikdir. Qazilərimizin sayəsində biz vətənimizi, işğal olmuş torpaqlarımızı almışıq. Onların sayəsində başımız da dikdir. Biz onlara da xidmət göstərməyə sevərək işimizi görürük. Bütün xalqımızın həmişə bayram mübarək olsun, neçə gözəl illərə.